2002-ci ilin 8 mayında səhv eləmirəmsə, Heydər Əliyev İrana səfər eləyir. O Mazandaran gölü məsələsi orada olmuşdu da. Bəli. Necə olmuşdu? Prezident məndən soruşdu ki, buna çox Mazandaranla danışıb. Mazandaranın məsələyə dəxli var. Mən də bildiyim qədər izah elədim ki, bunlar Xəzəri özlərinin daxili suları sayırlar. O zaman prezident həm o söhbətdə, həm də mətbuat konferansında İran tərəfin çox ustalıqla yerində oturtdu ki, mən belə bir göl Mazandaran bilmirəm, gölünü tanımıram. tanımıram. Əgər siz bilirsinizsə onu tanıdın. Siz hörmətli jurnalist sualınızda bir səhv bıraktınız. Dünya xəritəsində Mazandaran Gölü adlı bir göl yoktur. Ve eğer böyle bir göl İran ərazisindədirsə, mən onu hələ tanımıram, xahiş edirəm mənə tanıdasınız. آقای خبرنگارم اکتفا میکنم به کاسپین سی. جناب مخبر در کاسپین سیه یعنی bundan sonra Kaspiyन Sea diyecek. Öyle o Kaspiyन Sea'di da nece yani bundan sonra? Xəzər dənizi Kürrə Ercəran'dan dünyanın en mühim denizlerinden biridir. Ve onun adı da Xəzərdir. 300 yıl, 400 yıl bundan önceki haritaları götürseniz orada Xəzər denizi Ağay Xatəmi bunu İngilizce değil, Kaspiyən Sea yazılıbdır. Siz İranda bazı adamlar böyle yeni adlar icat etmeyle bizim bu Xəzər etrafında danışmalarınıza mani olursunuz.